Yaxşı, burada çox sual var. Əgər hamısına baxmağa vaxtımız olmayacaq. Ona görə sadəcə yaxşı suallara baxaq. Okay. Başlayaq C sualından. C sualı nə deyir? Deyir ki, C sualında biz bir dənə oyun oynayırıq. Onda n dənə dragon var. Biz bu dragonları öldürmək istəyirik. Bizim özümüzün bir də dragonların gücü var. Strength. Okay, və biz o dragonlarla döyüşəndə əgər bizim strengthimiz çoxdursa, onda həmin dragonu öldürəcəyik. Yəni həmin döyüşü qazanırıq. Bizim başlanğıcda deyir ki, gücümüz S ədədinə bərabərdir. S-i bizə verir. Hər bir draqonun özünün də gücü var. Onu X ilə işarələyir. Aha. Bu arada bizim udmağımız üçün draqonlardan gücümüz yəni yuxarı olmalı. Bərabər olsa, yəni də uda bilmirik. Strictly, yəni yuxarı olanda, daha böyük olanda S, onda uda bilirik hansı bir draqonu. İndi belə bir şey var. Əgər biz draqonu utsaq, hər bir draqonun bir də nə var idi? Hə, deyir ki, prosta ininci əjdahanı tutaq draqonu biz qazansaq, yəni utsaq, onda bizim gücümüz Y qədər artır. Yəni hər bir əjdahanın gücü var, onu X ilə işarələyib. Bir də həmin əjdahanı öldürsək bizə nə qədər güc gəlir, o da var. Y2. Okay, biz də ki, əjdahaları istədiyimiz sıranı döyüşə bilərik və soruşur ki, bütün əjdahaları öldürə bilirik yoxsa yox. Okay. Məsəl üçün bu example-a baxsaq, birinci bizə n verir, sonra isə s verir. N əjdahaların sayıdır, s isə bizim gücdür. Bizim güc deyir ki, tutaq ki 2-dir burada. Okay, birinci əjdahanın burada gücü 1-dir və bu əjdahanı öldürsək bizə gələn güc 99-dur. İkinci əjdahanın gücü 100-dür. Şey isə udanda bizə gələn güc isə 0-dır. Okay. Deməli, onda biz birinci əjdahanı döyüşərik. Bu əjdahanın gücü bizdən daha azdır. Bu əjdahanı biz udacağıq və bizə 99 güc gələcək. Bizim gücümüz olacaq indi 101. Və gücümüz 101 olandan sonra bu əjdahanla döyüşə bilərik. Və bu əjdahanı udandan sonra gücümüz yenə də 101 olacaq, amma fərqi yoxdur bizə. Çünki ikisini də öldürdük. Və ikisini də öldürə bilirik, zabiyəst. Burada da eyni ilə. Bizim güc 1-dir. Burada heç bu əjdahanla döyüşüb qazana bilməyəcəyik biz. Çünki bu əjdahanın gücü 100-dür, bizdə isə 1-dir. Okay, ancaq burada cavab nə oldu? Tamam, şərt belədir. Okay. Bu məsələnin həllindəki sadədir əslində. Prosta biz görə bilərik ki, hər dəfə əjdahanla döyüşəndə bizim güc artmağa doğru gedir də. Ya eyni qalacaq, ya da artacaq da, heç vaxt azalmır. Və ona görə biz əslində ilk başda elə nə əjdaha öldürə bilsək, o qədər yaxşıdır. Yəni istənilən əjdahanı öldürməyimiz yaxşı olacaq bizə. Həmişə faydalı olacaq. Ona görə də biz hələ gücü ən az olan əjdahaya başlaya bilərik. Yəni gücü ən az olan əjdahadan başlayaq. Məsəl üçün burada da gücü ən az olandan başlayaq. Burada gücü 1 olandan başladıq. Onda yəni həll belə bir şey ola bilər də. Biz əjdahaları güclərinə görə sort eləyərik və bu sıranla öldürməyə çalışarıq əjdahaları. Və nə vaxtsa görsək ki, okay, öldürə bilməsək hansısa birini, onda cavab nodur. Amma axıracan hamısını öldürə gedə bilsə, onda cavab yes-dir. Yəni sırası, yəni əjdahaları öldürmə sıramız prosta əjdahaların güclərinin artan sırası ilədir. Prosta onu eləməliyik. Okay. Hər yol belədir. Kodu da necə olacaq? Prosta integer ns götürəcəyik. Və bir də əjdahaların indi saxlamaq lazımdır. Əjdahaların hər biri 2 dənə rəqəmdən ibarətdir. X bir də Y. Ona görə əjdahaların pairdə saxlamaq olar. Və vector pair götürək. Int. Okay. Və sonra burada
inputdan ala bilərik. Birinci first-ü alırıq, sonra second alırıq. Hə, əjdahaların hamısı alandan sonra sort eləyəcəyik. Sort və Müəllim, müəllim, burada yazdığınız pair nədir? pair. Pair Siz? da tipdir ki, 2 dənə Müəllim, bəs siz oradan iki də int yazmısınız. pair prosta 2 dənə fərqli şey bir yerdə saxlayır da. Mən istəyirəm ki, 2 dənə ədədi bir yerdə saxlayım. Və int-lə inti bir yerdə saxlayım. Ona görə pair-dir. Pair, int. Düzdür, müəllim. Pair cütlük deməkdir. Yəni 2 dənə şey saxlayıram da. Başqa cür də ola bilər. Pair, int string də saxlaya bilərəm. Hansısa bir pair-də. Belə olanda məsəl üçün 4 bir yerdə nəsə yanında saxlaya bilərəm. Yəni bunları birlikdə saxlamaq üçün. Müəllim, bəs siz orada yazmısınız sort və begin və end. Yəni ki, başlanğıcdan axıra qədər sortlar var. Başlanğıcdan axıra qədər hamısını sortlayır. Okay. Yaxşı. Bunu sort edəndən sonra, deməli pairlər ümumiyyətlə necə sortlanır? Birinci ədədə görə sortlanır. Yəni bizə lazım olan odur da. Birinci saxladığımız burada nədir? First-də saxladığımız əjdahanın gücüdür. Birinci ona görə sortlanacaq və əgər güclər eynidirsə, onda ikincisinə görə sortlayacaq. Yəni v.second-a görə sortlayacaq. Güclər eyni olanda. Amma zaten fərqi yoxdur bizə. Bizə əsas odur ki, birincisinə görə sortlasın, bəsdir. Hə, indi prosta simulate edirik. Bir-bir üstündən keçirik əjdahaların. Birinci yoxlayırıq ki, bu əjdahanı öldürə bilirik, yoxsa yox. Öldürə bilməyimiz üçün gərək S daha böyük olsun vi.first-dan. v.first əjdahanın gücüydür. Okay. Hə, bizim gücləri daha çoxdursa, onda okay, bunu öldürə bilirik və öldürəndən sonra bizim gücümüz artacaq v.second qədər. Second-da da mən o ikinci ədədi saxlamışdım, bunu saxlamışdım. O qədər artacaq deməli. Əks halda nə olur? Əks halda bu əjdahanı öldürə bilmirəm. Əgər mən bu əjdahanı öldürə bilmirəmsə, yerdə qalanları da onsuz da öldürə bilməyəcəm. Çünki sortlamışdım da mən güclərinə görə. Bundan sonraki əjdahalar onsuz da daha güclüdür. Hə. Mənim onda yazacaq ki, else halına shout no. Hə. Olacaq. Siyahı no eləyəcək. Burada. Və burada return eləyəcək. Bir də ki, aşağı doğru getməsin. Müəllim. Hə. Mənim üçün orada endline yazmamışsınız. No-dan sonra mötərdən bağlamışsınız. Dırnağı bağlamışsınız. Yox, bağlamışam buradadır. Yox, mənim endline də onun içinə girib. Hə, olsun da, yəni problem olmayacaq. No bir də endline. Olsun. Belə də yaza bilərəm. Belə də okeydir, yəni qəbul olunacaq yenə. Out. Sonra da yes. Burada təzədən endline qoya da bilərəm, qoymaya da bilərəm. Yaxşı qoymayaq. Okay. Bir də test edək. Okay, yes. Alınır. Submit. Okay, Qatorsa login eləməmişəm deyə submit eləməyəcəm, amma nəysə. Yəni kod belədir, bu işləyəcək yəqin ki. Belə long-longa falan da ehtiyatlı. Əslində long-long da heç lazım deyil burada, çünki ədləri çox kiçik verib. Hə. Tamam, sualım var. Okay. İndi o birisi suala keçək. Hə. O birisi sual nədir? Okay, birinci bizə n verir, sonra m. Hə, yaxşı. Okay, deyir ki, bizim m dənə, birinci bizə n verir bir dənə, sonra m verir. Sonra deyir ki, m dənə belə ədədimiz var bizim. Biz bu m dənə ədəddən n dənə, yəni n dənə ədəd seçmək istəyirik ki, seçdiyimiz ədədlərin maksimumu çıxılsın minimum, ola bildiyi kiçik olsun. Məsələn, göstərim. Aha, bura qələmim. Məsələn, burada bizə verilən m budur. M dənə ədəd var. Ümumi görsə 6 verilmişdi. 6 dənə ədəd var. Və biz 4 dənə ədəd seçməliyik ki, seçdiyimiz ədədlərin maksimum çıxsın minimum, o bizə kiçik olsun. Yəni, məsəl üçün, bir dənəsini seçim 4 dənə ədədir. 4 dənə ədəd.
Məsəl üçün belə seçdim. Tutalım ki, seçim ədədlər bunlardır. Belə ədədlər seçsəm, onda maksimum seçim ədədlərin maksimumu 10-dur, seçim ədədlərin minimumu isə 5-dir. Mən burada 5 qiymət alıram. Görün daha yaxşı seçmək olardımı burada? Deyəsən yox, 5 desəm burada cavabdır, hə? Hə. Okay. Yəni burada cavab 5-dir. Bu ədədləri seçsəm, maksimum çıxılsın minimum 5 olur və göstərmək olar ki, 5-dən daha kiçik cavab almaq olmur. Başqa ədədlər seçsəydim daha pis olardı. Məsəl üçün belə seçsəydim, onda nə olacaqdı? Maksimum 12-dir, minimum 5-dir, yetəcəkdi 7. Bir daha yaxşı almışdım. Bir 5 almışdım, indi 7 aldım. 7 daha böyükdür daha 5-dən. Minimallaşdırmalıyam yəni ki. Bir sual belədir. Tamam. Burada elə ilk öncə bir dənə sort fikirləşsəz. Sort eləsə ədədləri. 7, 10, 10, 12, 22. Sort eləyəndə belə olur. İndi sort eləyəndə biz fikirləşək 4 dənə ədəd seçirəm. Sağa doğru getdikcə ədədlər artır. Sort eləmişəm. Burada da indi görmək olar ki, mən əgər burada 4 dənə ədəd seçəcəmsə və maksimumla minimum arasındakı fərqi daha yaxşı eləmək istəyirəm, daha kiçik eləmək istəyirəmsə, mən həmişə ardıcıl 4 dənəsini seçirəm də, yox. Ola bilməz ki, mən burada seçim, ortada birini boş qoyum, davamını seçim. Belə daha pisdir, çünki mən belə seçmə yerinə prostam daha yaxına gətirə bilərəm də bunu. Belə daha yaxına gətirsəm, onda max 13 olacaq. Belə 22 idi. Belə onda 22 idi. Daha yaxına gətirə bilərəm amma seçimimi və belə onda 12 olacaq. Max'ı daha azaldıram. Hə. Yəni ortada heç vaxt boşluq qoymaq mənası yoxdur. Ona görə həmişə dalbadal gələn 4 dənə, ardıcıl gələn 4 dənə seçirəm. Belə olanda da artıq cavabı hesablamaq rahatdır. Prosta həmişə belə bir şeydir. Belə hesablaya bilərik cavabı. 0-cı indeksdən başlayaq. Bu indeksdən başlayırıq formumuzu. Prosta deyirəm ki, buradan başlayıb 4 dənə ardıcıl seçirəm. Belə olanda seçdiyim maksimum 10 olacaq, seçdiyim minimum isə bu 5 olacaq. Okay, sonra indi deyirəm ki, 7-dən başlayaraq seçim. Belə olanda seçdiyim maksimum 10 olacaq, minimum 7 olacaq. Hər dəfədə cavabı update edirəm. Cavabı minimumlayıram. 10-dan başlasam, seçdiyim maksimum 22, minimum 10 olacaq. Buna təzədən 12 olur burada fərq. Cavabı yenə də minimumlayıram. Buradan sonra dayanacam. Burada bir dənə forla gelib hesablamaq olurdu. Göstərdiyim əslində for dövrüdür bir dənə. Neyse, həll belə olur. Okay, sualım var. Yazaq hələ nm vektor götürək və m dənə ədəd götürəcəm. Okay. Sonra sort edəcəm bunları. V begin, V end. Bir də answer'ım olacaq. Answer ilk başda nədən başladım? Answer'ı ilk başda çox böyük ədəddən başlada bilərəm. Sonradan gedib minimumlayacağım çünki. Nə deyiləm var? Ya da şey deyə bilirsiniz. Sortlayandan sonra V-nin çıxılsın V0-dan falan da başlada bilərik. Yəni array'imdəki maksimum çıxılsın minimumdan başlada bilərik. Əlbəttə cavab bundan daha kiçik bərabər olacaq. Ona görə answer bundan başlada bilərəm. İstəsəm mən çox böyük infinity'dən falan da başlada bilərdim. Fərq yoxdur. Gedirəm indi m çıx n-ə qədər, Burada dedim bir dənə ox qoymuşdum. Oxu gördüm, dedim ki, okay, bu nöqtədən başlayaraq davamını seçsəm. Və bu oxun gələcəyi limit əslində şeydir, fikir verirsə, m çıx n indeksinə qədərdir. Bir dənə fikirləşin, burada bərabərdir qoymalıyıq yoxsa yox. Məsəl üçün, bu example-a baxaq bir dənə. 6 çıx 4 2 indeksi. 2 indeksinə qədər gedir. Bu 0, 1, 2. 2 indeksinə özü də daxildir. Ona görə bərabər lazımdır burada. M çıxın bərabərdir. Ora qədər getməliyik. Prosta answer da burada minimallaşdırıram. Nə ilə? V i plus n çıx 1 çıxılsın V. Okay. V plus n çıx 1 mənim seçəcəyim burada maksimumdur. Əgər i indeksindən başlayaraq seçsəm. V-də ki, onsuz da seçdiyim minimum olacaq.
Axırda siyahı tanıtır. Yəni ki, minimumdur. Hə, bu 2 ədəddən minimumu seçir. Bir ədəd verəm, o ikisinin arasından minimum seçəcək. Hə. Okay. Bu sizi çaşdırsa belə də yaza bilərdik. Əgər bu daha kiçikdirsə answerdan, bu ifadə, yəni daha kiçikdirsə answerdan, answer bərabərdir bu. Belə də yazmaq olardı. Bu da eyni şeydir. Prosta belə daha cleandir. Tamam. Okay, bu suala baxmışdıq. Hə. Okay, bu maraqlı sualdır. Burada nə deyir? Bizə deyir ki, burada əlifbanın sanki sırasını dəyişdirib. Normalda əlifba A, B, C, D belə gedirdi də. Amma əlifbanın sırasını dəyişdirib. Deyir ki, B tutaq ki, əlifbada birinci hərfdir, A ikincidir, C üçüncüdür. Bu şəkildə. Bizə əlifba sırasını təzədən verib və bizə stringlər verir. Bir neçə dənə. Deyir ki, əlifba sıramız belə olsaydı, bu stringləri leksikoqrafik sıraya görə sortlayaq. Okay. Amma əlifba sıramız belədir. Məsələn, leksikoqrafik sırada normalda ABX birinci gələrdi. Niyə görə? Çünki A ilə başlayıb da bu. A əlifbamızda birinci hərfdir. Amma əlifba sırasını dəyişdirdiklərinə görə burada belə bir şey olmalıdır. Birinci BZZ gəlir. Çünki okay, B ilə başlayır. B bizim əlifbada ilk gələn hərfdir. Okay, onda bu ikisi arasında qalmışıq. Sonra ZZ bu heç. Sonra bu string Z ilə qutarır, bu isə Y ilə qutarır. Z-ə baxsaq, əlifba sıramızda görərik ki, hə, Z Y-dən daha əvvəl gəlib. Bu deməkdir ki, BZZ daha əvvəl gəlməlidir leksikoqrafik sırada. Okay, ona görə birinci BZZ-i qoyuruq. Sonra BZY. Mənim siz nə üçün çalışma kodlarını atmırsınız? Başqaları hamısı eləyib. Əgər kod atmamısınızsa. Kod atmamışam. Başa düşmədim. Siz kodu atmamışsınız. Əsobrislər necə eləyirlər kodsuz? Kodu atmamışam. Nəyin kodunu atmalıyım ki? Bu kompüterin deyirsən. Burada yazdıqlarımı deyirsən, yoxsa? Tapşırığı. Tapşırığa həll göndərməmişəm. Onu deyirsən, yoxsa? Ya burada xüsusi bir kod yoxdur axı. Yəni onsuz. Nə griddə burada nə kodu? Bəs onlar kodsuz necə eləyirlər? Kodsuz həll edəmirəm, yəni. Bilmirəm, nə deyirsən? Kodu onsuz yazdırıq da, prosta həll göndərmirəm belə. Tamam. Başqa example-da baxa bilərik. Bu example qədər yaxşı deyil. İndi bu example yetərincə yaxşı idi. Görünür də əlifba sıramız belədirsə. Onda birinci BZY gəlməlidir. Yox, BZZ gəlməlidir. Çünki yəni fikir versə, niyə ümumiyyətlə BZZ gəlməlidir? Çünki ilk öncə başlanğıc hərfinə baxsaq B ilə başlayır. B əlifbamızda birinci hərfdir. Okay, B ilə başlayan iki nəsi var. Bu ikisindən biri birinci gələcək. Yəni bu ikisini prosta müqayisə edək, hansı daha birinci gəlməlidir. Görürük ki, okay, birinci hərfləri eynidir, ikinci hərfləri eynidir. Okay, üçüncü hərflərinə baxsaq, burada fərqlənir üçüncü hərfləri. Birində Z-dir, birində Y-dir. Və əlifbamıza baxsaq, görürük ki, əlifba sıramızda Z Y-dən daha əvvəl gəlib. Və bu deməkdir ki, BZZ daha kiçikdir. Okay.
Onda birinci BZZ-i qoymalıyıq. Sonra ikinci də aydındır ki, BZ Y olacaq. Sonra ABX ilə CAA qalıb. Bunlardan hansı daha kiçikdir? ABX-in başlanğıc hərfinə baxsaq A-dır. A əlifbamızda ikinci hərfdir. C isə əlifbamızda üçüncüdür. Bu o demək ki, ABX birinci gəlməlidir. ABX daha kiçikdir. Çünki A daha kiçikdir burada. Hə. C də ki, daha sonra gəlməlidir. Yəni iki dənə stringi prosta müqayisə etmək üçün burada şey eləyirik də, fərqləndiyi ilk hərfləri tapırıq, ilk indeks fərqlənənlər. Sonra isə götürüb şeydir, hərflərə baxırıq, hansı daha kiçikdir hərflərdən. Fərqlənən hərfləri tapandan sonra hansı daha kiçikdir baxırıq və kiçik olanı qoyuruq. Okay. Yaxşı. Tamam. İndi necə yazmaq olar bunu? Bunu prosta özümüzdən comparator yazmalıyıq burada da. Stringləri prosta sort funksiyasına verəcəyik. Prosta özümüzdən bir comparator yazmalıyıq ki, iki dənə string veriləndə onları necə müqayisə edək? Belə bir şey. Gəlin qlobalda götürüm. Bir dənə əlifbamızı götürəcəm. Əlifbamızı işarələyək. S-dən bir dənə. Əlifbamızı aldıq. İndi isə prosta stringləri vektora V deyək. Müəllim. Hə. Bəs stringi siz niyə bu çöldə yazırsınız? Hə, çünki mənə indi lazım olacaq o string. Burada comparator yazdım da funksiya yazdım və bu stringdən orada istifadə edəcəm. Məncə o string kodun içinə girmir axı, nəsə işləyəcək. Yox, girir. Yuxarıda da yarada bilirəm dəyişənləri. İstəyirsə bu n-i də yuxarıda yarada bilərəm. Hə, bu da okeydir. Belə da qlobalda yaradıram da, yəni hər yerdə istifadə edirəm. Burada belə n-dən istifadə edə bilərəm. Hə. Amma n lazım deyil. Mən prosta string s-i çıxartdım, çünki string s lazım olacaq başqa bir funksiyadan indi. Comparator funksiyasında. Okay, sortlayıram. Begin, end. Və sonra da prosta çıxışa verirəm. Stringlər. Okay. Hə. İndi comparator yazmaq lazımdır. Hə, sort dediyim kimi adi sort olmayacaq da biz bu əlifba sırasına görə sort etməliyik. Hə, ona görə bir dənə burada comparator verəcəm. Yuxarıda da həmin comparatoru yazaq. CMP string A string B. Hə. İndi comparator necə işləyirdi? Biz iki dənə prosta element verdik, string A string B və bu comparator bizə true false qaytardı. Müəllim, bəs bu nədir? Bu true false'dur. Ya true ya da false qaytarır. Hə. Yəni iki dənə qiymət qaytarır. Okay, bu nəyə görə bu true false qaytarırdı? Deməli, əgər string A string B-dən daha əvvəl gəlirsə, yəni bu sort sırasına daha əvvəl gəlməlidirsə, onda bu comparator true qaytaracaq. Əgər string A string B-dən daha sonra gəlməlidirsə, onda false qaytaracaq. Okay. Prosta indi biz string A-nın string B-dən daha kiçik olub olmadığını yoxlamalıyıq da belə çıxır. Okay. Burada leksikoqrafik sıranı başa salır. Tamam. Ha. Okay, string A, string B. Deməli, burada necə bir şey eləyəcəyik? Yaxşı, bizim tutaq ki, iki dənə stringimiz varsa, iki dənə string var. Prosta stringləri bir şeylə göstərirəm, özlərini yazmıram. Biz belə bir şey deyirik də, hər bir indeksinə baxırıq və bizim məqsəd indi ilk fərqlənən indeks tapmaq lazımdır. İlk, yaxşı hələ bəlkə yazım burada. Tutaq ki, iki dənə stringim var belə. Bu ikisini leksikoqrafik necə ümumiyyətlə baxıram. Bir-bir hərflərinə baxacam və ilk
hərflərini tapacağam ki, fərqlidirlər. Məsələn, burada C-dir, burada da Y-dir. Okay, sonra isə baxıram əlifbamda Burada dedi, burada əksdir. burada birində C-dir, burada Y-dir. İlk indekslər, ilk fərqlənən indeks buradır. İndi baxıram, prosta C məndə əlifbamda daha kiçik gəlir, yoxsa E əlifbada daha kiçik gəlir. Hansı daha kiçik gəlirsə, həmin string onda daha kiçik olacaq. Belədir. Okay, amma bəzən belə bir hallar ola bilər ki, heç fərqlənən heç bir şey olmasın. Fərqlənən heç nə olmasın. Məsəl üçün, yoxlayırıq, fərqlənən yoxdur da burada. Yəni, bu string bunun prosta əvvəlində gəlib. Fərqlənən ilk indeks yoxdur. Belə olanda kiçik stringi, daha kiçik olan stringi leksoqrafik kiçik sayırıq. Okay. Yəni, fərqlənən heç bir indeks yoxdursa, uzunluqlarına görə sortlayırıq. Bu prosta leksoqrafik sıra nədir? Onun burada izahı da var. Biraz qəliz izahdır, amma yəni belə sortlamaq lazımdır. Okay. Onda biz də ilk fərqlənən indeks tapmağa çalışaq. İlk fərqlənən indeksi. Necə tapa bilərik? Prosta i-ni bunu necə tapsaq olar? Gəlin elə gedək üstündən. Okay. Prosta bu i haradan gedəcək? Bu i həm a nöqtə size'dan kiçik olmalıdır. A nöqtə size'dan kiçik olmalıdır. Həm də b nöqtə size'dan da kiçik olmalıdır. Okay. Belə bir şey yaza bilərik burada. Okay, çünki istəyirik ki, ikisini də bir yerdə geçsin də. Əgər hansısa birinin uzunluğunu keçsinsə, məsələn, burada aşağıdakı uzunluğunu keçsinsə, burada artıq istəyirik ki, dayansın. Tamam. Ona görə i həm a nöqtə size'dan kiçik, həm də b nöqtə size'dan kiçik olmalıdır. Bu iki şərtin ikisi də ödəməlidir ki, for loop davam etsin. Okay, sonra yoxlayırıq ki, a, i bərabər. Ərləm, bəs orada siz hansısa bir işarələr qoymusunuz? Size'dan sonra. Nə qoymuşam? Size. Bunu. Nəyə görə qoymusunuz? Bunu end'dir də, end. End bilirsən. End işarə. If-də var, bu if-də də yəqin bəzi görmüsən də end. Yəni bu iki şərtin ikisi də düz olmalıdır ki, şey olsun. For loop davam etsin. Okay. A-yı əgər bərabər deyilsə B-yə, ilk fərqlənən indeksi burada artıq tapmışıq. Burada artıq şeyə görə biz müqayisə edəcəyik. Bu əlifba sırasında hansı daha birinci gəlib. Okay, onu necə eləyə bilərik? İki dənə okay. Əlifba sırasında hansı daha birinci gəlib? Bunu necə eləmək olar? Burada bu S stringində biz bu A-ni bir dəfə tapa bilərik ki, neçənci indeksdədir. Bir də B-ni tapa bilərik, neçənci indeksdədir. Gəlin onları tapaq. Onları adi find funksiyası var C++-da. Find funksiyasından tapa bilərik ki, neçənci indeksdədir. Find funksiyasından tapmaq olar. Ya da özümüz for'dan tapa bilərik. Bilmirəm hansısa daha rahatdır. Bəlkə for'dan tapmaq daha rahat olar. Tam for'dan əslində for ya da while'la. Yəni ondan tapa bilərik. İki dənə prosta dəyişən götürməliyəm. X deyək birinə. X-i başlayıram sıfırdan. İndi prosta tapmaq istəyirəm ki, A-i hərfi bu S stringində neçənci indeksdə yerləşir. Onu while-la belə yaza bilərəm. While S x bərabər deyilsə A-iyə x plus plus. Okay. Bu fikir versə x-i A-i tapana qədər artıracaq. Və A-i tapanda bu while dayanacaq. Okay. Eyni şeyi y üçün də eləyə bilərik burada. Y başlayaq sıfırdan. While sy bərabər deyilsə b-yə, onda y plus plus. İndi nə oldu? Buradakı x mənə göstərəcək ki, bu a-i əlifbamda neçənci hərfdir. Buradakı y də göstərəcək ki, bu b-i əlifbamda neçənci hərfdir. İndi prosta bunları müqayisə etmək lazımdır və return eləyə bilərik hətta burada. Deməli, əgər
x tapdığımız x daha kiçikdirsə y-dən, bu o deməkdir ki, string A daha kiçikdir string B-dən. Yəni bu CMP funksiyası true qaytarmalıdır. Çünki A B-dən daha əvvəldir gələcəkdə. Düzdür. Amma əgər x daha böyükdürsə y-dən, onda B daha kiçikdir. Bu da o deməkdir ki, bu CMP funksiyası false qaytarmalıdır. Okay, biz də onları bir dənə return-də yaza bilərik. Return x kiçikdir y. Okay, bir dənə return-dən belə yazmaq olar. Okay, əgər Deyir ki, necə? İçine yazanda. Belə də. O return içine yazanda o neyini ki orada? Return əgər x kiçiksə y-dən true qaytaracaq. Əgər bu şərt düzdürsə true qaytaracaq. Bu şərt səhvsə false qaytaracaq. Bəs onu bul eləməli deyil. Ha, bu özü elə bir ki buldu da. X kiçikdir y özü buldu. Yəni Ha, evet. bunu özü hesablayıb buldu. Okay. Ha, əgər deməli əgər tapa bilmədisə A-yı bərabər deyil B-yə, yəni ki, fərqlənən indeks tapa bilmədiksə, onda biz nə demişdik? Demişdik ki, hansı daha uzunluqca kiçikdirsə, o daha kiçik sayılır. Yəni stringi daha kiçik sayılır lexikografik. Lexikografikli daha kiçik sayılır. Onda görə uzunluğuna görə burada artıq sort edək. Uzunluğuna görə sortlamaq rahatdır. A nöqtə size kiçikdir prosta. B nöqtə size yaza bilərik. Все. Nöqtə size kiçikdir, B nöqtə size yaza bilərik. Bu işləyəcək. Run. BZZ, BZY, ABX, AA, CA. Okay. Burada düzlədi. Okay. İngilizce time limit vermez time limit. Kiçiydi şeyler. Okay, keçdi. Bir də belə bir şey də deyim. Yaxşı. Burada bu hissəsi var ya. Biz eləyirik. Əslində yox, problem olmayacaq. Problem olmayacaq. Deyirəm ki, bu hissəsini biraz da sürətləndirmək olar, amma əslində fikir versə bir comparisonda bu hissəni cəmi bir dəfə eləyirik. Yəni bura çatandan sonra funksiyada return eləyirik. Hər bir CMP funksiyasına bu hissəni bir dəfə təkrar edirik deyə əslində bura çox da sürətləndirməyə ehtiyac yoxdur. Yəni yetərincə yaxşıdır. Okay. Okay. İndi keçək o birisi məsələlərə. müəllim, bəs siz kodunu nişan atmamız. Kodu hara atın? Diskasa istəyirsiniz? Bəli. Diskasa ata bilərəm əslində bu kodu. J saldı. Hər kodu da atmağa yer yoxdur, amma bunu atmaq olar burada. Yəni də komparator falandır. Yaxşı. Yaxşı. İndi bu suala baxaq. Bu sual isə tam belə greedy sayılmaz, biraz simulasiyadır prostam, amma yaxşı, yenə də baxaq. Deməli nə deyir? Bizdə deyir ki, bir dənə ədədlərin sırası var. Və biz ədədləri bu sıradan götürmək istəyirik. Birinci, yəni 1 ədədini, sonra 2-ni, 3-ü, 4-ü, 5-i. Bu sıradan götürmək istəyirik ədədləri. Və bu sıradan götürmək üçün biz belə bir şey deyirik hər dəfə. Array-in solundan başlayırıq və sağa doğru gedirik. Buna bir round deyəcəyik, okay? Array-in solundan başlayıb sağına qədər getmək bir round sayılır. Okay, və yol üstü də istədiyimiz ədədləri götürə bilərik. Və bizdən soruşur ki, ədədləri bu sıradan götürmək üçün
neçə dənə round lazımdır bizə? Minimum neçə dənə round lazımdır bizə? Okay, belə bir şey deyə bilərik. Məsələn, bu example-da nədir? Ən soldan başlayaram, sağa doğru gedirəm. İlk roundumda gələcəm, burada bir dənə 1-i götürəcəm. Sonra başqa da heç nə götürmürəm. Bir dənə 1-i götürəcəm. Çünki şeydir, 2-nin sonra 1-in götürə bilmərəm. Çünki sıra fərqi var da burada. 2 1-i götürsəm, mən onda birinci 2-ni sonra 1-i götürmüş olacağam. Amma mənə lazımdır ki, bu sıranı götürüm. Yəni birinci 1, sonra 2, sonra 3, sonra 4, sonra 5. Okay. Onda ilk raundumda mən bir dənə 1 götürəcəm. Okay, bu bir round üzə getdi. İkinci raundumda soldan başlayıram və gələcəm burada 2-ni götürəcəm. Sonra gələcəm 3-ü götürəcəm. Okay, bu ikinci round idi. Bu da bitdi. Okay, sonra yenə də başlayırıq soldan sağa. Birinci 4-ü götürəcəm, sonra 5 götürəcəm. Üçüncü raundda 4-dən 5 götürəcəm. Deməli 3 dənə round götürdüm. Kimsə mikrofonu açıq unutdum. Okay, deməli 3 rounda hamısını yeyə bildik. Okay, son şərti aydındır. Deyəsən, hə. Okay. Okay, bunu necə edəcəyik? Burada prosta şeyə baxmaq lazımdır. Bir yəni özümüzdən birinci hissəsi məncə biraz çətindir bu məsələnin, ondan sonrası rahatdır. İdeya odur ki, biz bu array-i çevirək. Bu arada ədədlər həmişə 1-dən n-ə kimidir. Yəni hətta permütasiyadır. Permütasiya deyirlər də buna. 1-dən n-ə kimi ədədlər hamısı 1-dən gəlir. Okay. Özümüzdən təzə bir array quracağıq burada. Və bu array nəyə göstərəcək? Array 1-dən indeksləyirəm bu arada. Burada 0 indeks də var kimi fikirləşə bilərsiniz. Prosta işlətmirəm 0 indeksini. Okay, 1-dən indeksləyirəm. Belə 5 dənə indeks var. Hər bir ədəd üçün. Biz bir dənə P array quracağıq. Position array-i. Və bu position array-ində prosta hər bir indeksdə yazacağıq ki, bu indeksdən olan ədəd yuxarıdakı array-də neçənci indeksi gəlib. Məsəl üçün, birinci indeksə yazdıq ki, bir ədədi neçənci indeksi gəlib. Bura, istəyirsiniz 0-dan indeksləyin, istəyirsiniz 1-dən indeksləyin, fərqi yoxdur. Gəlin, lap 0-dan indeksləyək. Bu 0-cı indeks, 1-ci, 2-ci, 3-cü, 4-cü indeks. Okay, deməli, birinci indeksə biz yazdıq 2, ikinci indeksə yazdıq 1. Prosta bu 2 ədədi harada gəlib, onu yazırıq da belə. Üçüncü indeksə yazacağıq 4-ü, 4-cü indeksə yazacağıq 0-ı, 5-ci indeksə isə yazacağıq 3-ü. Belə bir position array quracağıq biz. Okay, hə, belə bir position array quracağıq. İndi bu position array-nə baxıb neçə dənə round çəkdiyini sizdə necə tapmaq olar? Bu hissəsini biraz istəyirsiniz özünüz fikirləşin. Demək istəyən əlini qaldıra bilər. Okay, 2-3 dəqiqə verirəm. Position array-nə baxıb necə deyə bilərik? Neçə round çəkəcək? Mənim deyim var. Hadi. 4 round keçəcək. Nəyə əsasən dedin 4 round? Düşmədim. Nəyə əsasən? Yəni necə hesabladın 4 roundu? Siz isə baxın, orada indi 0 təkcə birisini götürür, sonra 1 də bir dənə götürür, 2 sonra 2 ilə 3 götürür. Hə, bildim. Mən onu demirdim. Mən dedim ki, bu position array-nə baxıb bu array neçə round çəkəcək, onu necə tapa bilərik? Mən onu deyirdim. Mən də başa düşmədim. Yəni prosta roundu bizim məqsəd bu array üçün hesablamaqdır da roundların sayını. Mən deyirəm ki, o roundların sayını hesablamağı üçün bir dənə belə P hesablayıram. Sonra bu P array-dən istifadə edib roundların sayını hesablayacağam burada.
Yəni P ərreyini prosta necəsə istifadə etməliyəm. Roundların sayını. Yəni eyni məsələni P-nin üstündə həll eləmirəm, yox. Yəni prosta buradakı roundların sayını P-dən istifadə edərək hesablamaq istəyirəm necəsə. Yəni elə. Başa sağ ol. Nəfər də əl qaldırmışdı orada. Okey. Tamam. Onda elə bir deyirəm. İlk başda bizdə bir round onsuz da olacaq. Bir round 100% olmalıdır. İlk başdan başlayıb gedirik. Amma ondan sonra deyirəm ki, cavab nədir? Bu position arrayində azalmaların sayı. Məsəl üçün burada bir dənə azalma var. Burada bir dənə azalma var. Yəni bir üstə gəlsin bu position arrayində azalmaların sayı. Azalma sayı yəqin ki, anladınız. Yəni yanaşı ədədlərə prosta baxıram. Əgər soldakı ədəd daha böyük olsa sağdakından, onda azalma kimi saymaq olar bunu. Hə. Nəyə görə belədir? Bu da əslində sadədir. Prosta ki, ta ki axırıncı səfər, ta ki gəldim burada bir ədədini götürdüm, mənim nə vaxtsa. Bir ədədi indi ikinci indeksdə idi də məndə. İndi ondan sonra mənim məqsəd olmalıdır 2 ədədini götürmək. Amma 2 ədədinə baxıram ki, 2 ədədi məndən daha soldadır. Mən deməli bu 2 ədədini götürmək üçün təzə round başlamalıyam da, yox, başdan başlayıb götürməliyəm. Ona görə hər dəfə bir azalma olanda deyə bilərik ki, bir dənə təzə round gəlir. Eyni şey burada şey üçün də oldu. 3-dən 4-ə keçəndə də. 3-ü götürmüşəm tutaq ki, axırıncı səfər 4-cü indeksdəyəm. Amma baxıram ki, 4 indi növbəti götürməli olduğum 4-dür, amma 4 məndən soldadır. 4 0 indeksindədir. Məndən daha kiçik indeksdədir. 4 məndən soldadırsa, deməli təzə round başlamalıyam. Belə. Onda prosta bu azalmaların sayını gəlməliyik. Cavabın üstünə. Okay. Belə hesablama olur roundların sayını. Aydındır bu? Tamam. Mənim bir izləyə bilərsən, mən anlamadım. Okey. Okey. Cavab ilk öncə ən az 1 olacaq da, yox, çünki ən az soldan başlayıb getməliyəm də. İlk başda. Ən az birinci raundum olacaq mənim. İndi sonra mən özümə sual verməliyəm ki, burada mən nə vaxt təzə raundu başlayacağam? Onda belə bir şey olacaq da. Mən nə vaxt təzə raundu başlayacağam? Tutaq ki, ilk başda gəldi, mən bir ədədini götürdüm. Mən indi baxıram ki, mən növbəti götürməli olduğum ədəd nədir? 2-dir. Və 2 ədədi harda gəlib? 2 ədədi məndən əvvəl gəlibdi, hə? Bu o deməkdir ki, mən təzədən başdan raundu başlamalıyam ki, 2 ədədini gedib götürüm. Yox. Hə. Hə, prosta hər bir ədədə baxıram belə və deyirəm ki, növbəti götürməli olduğum ədəd hardadır? Əgər növbəti götürməli olduğum ədəd məndən daha əvvəldədirsə, soldadırsa, onda cavabımı 1 vaid artırıram. Çünki təzə şey başlatmalıyam orada. Elədiyim də odur. Ta ki, bir ədədinə baxıram, görürəm növbətisi 2-dir. 2 məndən əvvəldə gəlib. Cavabıma 1 vaid artırmalıyam burada. Təzə round başlayacağam. Sonra 2 ədədinə baxıram. Növbəti götürməli olduğum ədəd 3-dür. 3 məndən sonra gəlib, ona görə okeydir burada. Təzə roundu başlatmayacağam. Sonra 3 ədədinə baxıram. 4 götürməliyəm bundan sonra. 4 məndən əvvəl gəlib, deməli təzə roundu başlayacağam burada. Plus 1. Müəllim, deməli orada 4 0 orada 0 rəqəmi həmişə birinci olur. Deməli birinci 4-ü sonra 2, sonra 1, sonra 5, sonra 3. Deməli onları sortlamaq lazımdır. Böyükdən keçiyə 1, 2, 3, 4, 5. 5 deməli hansıdadır? İkincidə. 2-də hansıdır? 1. Prosta position. 3 hansıdır? 4-cü. 4 0-da, 5 3-də. Aha, hə, yəni elə. 2, 1, 4, 0. Ha, 2, 1, 4, 0, 3. Yəni bu prosta indeksdən yazmışam bura. İndeksdən yazmışam ki, sürətdə o dediyimi hesablaya bilim də. Prosta hər bir ədədə baxıram, növbətisinin indeksinə baxıram. Əgər növbəti məndən daha kiçikdirsə, deməli başdan başlamalıyam. Roundların sayı 1 vaid artır. Yəni hə, cavab prosta. Yəni siz orada 5 rəqəmini nə görə yazmısınız orada yuxarıdan?
Nə yazmır? 5. Ha bu 5 şeydir prosta n-dir də. Input götürmüşəm birbaşa ona görə. Burada 5 var. Bu n-dir prosta neçə dənə ədəd olduğudur. Okay. Yaxşı. Bunu yazın sizə kodunu göstərirəm. CSS-də yəqin ki yazmışam bunu. Okay, belə bir şey. Bir position array götürmüşəm və hər dəfə ədədlər gələndə positionların yazıram bura. Burada hər şey mən birdən indekslənmişəm deyəsən, hə. Position A bərabərdir position A plus 1. Position 0 0. Bu əslində lazım deyildi. Müəllim, Bəli. mənim orada pragma, defy falan yazmışsınız. Onlar bizim yazmağımız vacibdir. Yox, yox. Bunu mən də sildim. Yox, heç o proqrama və defan heç yerə yaramayacaq. Ha ya program falan yazmasız olur. Bunu yazmasız olur. Define Mən yarayır amma hələ ki bizim səviyyəmizə uyğun deyil. yani pragma demələr yaramır. Yəni prosta ara bir yazıram, bilmirəm niyə. Çox vaxt kömək olmur. Okay. Amma defineləri məncə biraz öyrənsiniz pis deyil. Özəllə define int long-u bilsəz əslində bəssizdir. Define int long. Belə onda hər dəfə int yazanda avtomatik bir long yazılır. O da ki sizə icazə vermir. Yəni overflow falan olur. Tamam. Okay. Belə bir şey yazmaq olar. Hə, position vektorunu hesabladım burada. Adi position. Hər bir ədəd gələndə deyirəm ki, okay, bu ədədi i+1-də görmüşəm. Okay, sonra answer'ım var mənim. Answer'ı başlamışam 1-dən. Çünki dediyim kimi də həmişə cavab 1 olur da. Yəni başlanğıc roundum var mənim. Sonra da ardıcıllara baxmışam. Okay, continue yazıram burada. Yəni bu kodu dəyişdirim biraz, rahat olsun. Hə, əgər indi bu əvvəlkidir, bu da ki, belə bir soldakıdır, bu da sağdakıdır, hə. Əgər soldakı indeks daha böyükdürsə sağdakından, bu o demək ki, hə, i-1-dən axırıncı səfər i-1 götürəndə, sonradan mən i-ni götürmək istəyirəm, amma i-nin pozisiyonu məndən daha soldadır. Bu demək ki, təzə round başlamalıyam. Müəllim, bəs siz orada yazmışsınız, üstəgəl və bərabər, üstəgəl və bərabər nədir? Bununla eyni şeydir. Answer bərabər answer plus 1. Bununla eyni şeydir. Okay, prosta daha rahatdır yazmaq. Answer'ı bir vahid artırıram prosta o deməkdir. Okay. Belə. Müəllim, Aha. mənim fasilə edə bilərik. Fasilə məncə eləmək üçün çox sual var. Yəni tutduraq. Ha, bu da məncə çox qəşəng məsələdir. Biraz çətin amma qəşəngdir. Deməli nə deyir? Bu da belə bir şey deyir. Bir dəqiqə. Tamam. Burada n verir bizə, bir də m verir. Okay. Deyir ki, n ədədimiz var belə və biz belə bir operation edə bilirik. Belə bir operation edə bilirik. Nə operationdur? 2 dənə yanaşı ədədi götürüb onları swap eləyə bilirik. Amma ancaq o vaxt swap eləyə bilirik ki, o iki ədədin cəmi bizə verilən m-i keçməsin. Okay, məsələn burada 5-dən 6-nı swap eləyə bilməyəcəm. Çünki bunların cəmi böyükdür. Bunların cəmi 11 deyəcək. Onu keçir. Amma bu ikisini swap eləyə bilərəm, bu ikisini swap eləyə bilərəm. Hə, bizim də məqsəd budur ki, bu array sort eləyə bilirəm yoxsa yox. Sort eləyə bilirəmsə cavab yes-dir, sort eləyə bilmirəmsə cavab no-dur. Okay, belə. Sizə bu o qədər rahat sual deyil, amma yəni məsəl üçün burada həll yolu nə olacaq? 6 ilə 3-ü burada necə sort eləyə bilərəm? 6 ilə 3-ü şey eləyə bilərəm. Yerlərini dəyişdirə bilirəm. Okay, sonra
6 ilə 4-ün yerini dəyişdirə bilərəm. 5, 3, 4, 6 olur. Sonra 5 ilə 3-ün yerini dəyişərəm. Olacaq 3, 5, 4, 6. Sonra da 5 ilə 4-ün yerini dəyişdirəm. O da eləyəcək 3, 4, 5, 6. Okey. Belə. Mən anlamadım. Deməli, biz belə bir operation eləyə bilirik. Operation nədir? 2 ilə yanaşı ədəd götürüb yerlərini dəyişə bilirəm. Amma ancaq o vaxt yeri dəyişə bilirəm ki, o 2 ədədin cəmi m-i keçməsin. Məsələn, bu example-da m 10 idi. Bunları dəyişdirə bilmirdim yerlərini. Amma bunu dəyişdirə bilirəm, bunu dəyişdirə bilirəm. İndi mənim məqsədim bu ərri sort eləmək idi. Sualda soruşur, yes no sualıdır. Yəni soruşur ki, sort eləyə bilirəm bu operationdan yoxsa yox. Mən də burada göstərdim, yol göstərdim ki, sort eləyə bilirəm. Axırda 3, 4, 5, 6 alınır. Okay. Ona görə daha best. Belə. Aydın dindir yoxsa? Prosta indi swap eləyə bilirəm yaşları o vaxt ki, cəmi m-i keçməsin. Cəmi m-dən kiçik bərabərdir. Yaxşı. Sual kim? Tamam. Əslində bunun həlli biraz başa düşmək çətindir, amma baxmaq da yenə də yaxşı. İndi ərrəyimizə baxsaq, əslində bəlkə biraz daha böyük ərrəy verim belə. 4 7 5 3 9. Zaten belə bir şey. Hə, olsun. Hə. Okey. İndi ərrəyimizə baxsaq, burada bəzi swaplar var ki, aslında bir baxım buna dəqiq. Hə. Dəqiqə. O. Bilirsən, biraz vaxt çətinləşir. Kusura baxmayın. Sonra biraz çətin olacaq. Gözlədim kim deyildi həll burada. Tam gəlin bu sual ötürək. Sual baxmayaq. O biraz qəliz sual oldu. Okey. Davam suallarına baxaq. Yaxşı, bu da qalsın. Yenə yaxşı suallardan baxaq, hansılar var. Hə. Hə, okey, tamam. O sualından başlayaq baxmağa. O sualından da sağa doğru. Belə. O sualda biraz qəliz olacaq, amma yaxşı o sual oldu. Məncə opsiyon daha rahatdır. Okey. Yaxşı. O sual nə deyir? O sual deyir ki, n dənə adam restorana girib, hər bir adamın restorana giriş bir də çıxış vaxtları var əlimizdə və bizdən soruşur ki, ən çox neçə nəfər olub restoranda
Eyni momentdə də elə bil ki. Eyni momentdə ən çox neçə nəfər olub. Biz onu çıxışa verməliyik. Məsəl üçün burada yazıb 5, 8, 2, 4, 3, 9. Burada məsəl üçün şeyə baxsaq, bu giriş vaxtlarıdır. Bu adam tutaq 5 vaxtına gəlib, 8 vaxtına gedib. 2 vaxtına gəlib, 4 vaxtına gedib. 3 vaxtına gəlib, 9 vaxtına gedib. Okay, burada indi məsəl üçün biz 3 vaxtına baxsaq, 3 vaxtında bu adam da olub restoranda, bu adam da olub restoranda. Kodu nə vaxt atacaqsınız? Nə kodundan söhbət gedir, nə kod atım? Müəllim Fərid demək istəyir ki, nə idi? Siz yazdığınız kodlara, o komentar yazasınız. Kodu komentatorım. Yəni məncə bunu özü yazmasa şunu komentar niyə atım? Mən tərəfdarı deyiləm. İndi birini atdım, bu sualın kodu falan çətin idi. Prosta həlli başa düşüb özü yazması aşında oradan şey eləməyin. Əmsalda recording var, recordingdən belə baxın. Çünki oradan atmaq, kopyalamağı sanki çox rahatlaşdırır mənə elə gəlir. Tamam. Tamam, bu suala baxsaq, tutaq ki 3 vaxtında görərik ki bu 2 adam restoranda olub və ən çox adamın restoranda olduğu momentdə bu olub, məsələn 3 vaxtı. Okay, və başqa vaxtlar da əslində var. Tutaq ki 6 vaxtına baxsaq, 6 vaxtında bu da restoranda olub, bu da restoranda olub da. Çünki 5-də gəlib 8-də çıxıb, bu da 3-də gəlib 9-da çıxıb. Və 6 vaxtdan bu ikisi də restorandaydı. Burada da cavab 2 olur məsəl üçün. Ən çox deməli 2 adam olub restoranda eyni momentdə. Okay. Bunları belə aralıqlar kimi də baxa bilərik. Tutaq ki ədəd oxuna baxsaq. Ədəd oxuna baxsaq 0 1 2 3 4 5 6 7 8 9. Tutaq ki məsəl üçün baxsaq. Tutaq ki bir dənə 5 8 var idi burada. Tutaq ki bir dənə 5 8. Bu adam bu vaxtı gəlib, bu vaxtı çıxıb. Bu adamı bir dənə aralıq kimi baxa bilərik. 2 4-ə baxsaq 2 vaxtına gəlib 4-də çıxıb. Bu da bir aralıqdır. 3 9. 3-ə gəlib 9-da çıxıb. Prosta mənim indi maraqlı olan şey odur ki, 9 sayılırmı? Yəni tutaq ki bunun 8 vaxtına baxsaq, 8 vaxtında bu adam restoranda sayılır, yoxsa restorandan artıq çıxmış sayılır? Bir dənə onu dəqiq baxaq. Okay. Şeydir, məncə şey sayılır. 8-ci vaxtda bu adam restoranda artıq sayılmış, çıxmış sayılır. Yəni bu tam qıraqlarına baxanda qıraqlar sayılmır tam. Okay. Və bizdə bir də belə bir şey deyir. Deyir ki, bütün gəlmə və getmə vaxtları hamısı fərqlidir. Hamısı fərqli olsa, eyni gəlmə vaxtı və eyni getmə vaxtı yoxdur. Tamam. Yaxşı, bu məsələni necə eləyə bilərik? Bu məsələdə əslində fikir verirsə, belə bir şey eləmək olar. Bu ədədlərin hamısını burada əslində 2 tip ədəd vardır. Bir adamın gəlmə vaxtı var, bir də getməsi var. Gəlmə vaxtında adamların sayı 1 vahid artır. Çıxma vaxtında, yəni getmə vaxtında isə adamların sayı 1 vahid azalır. Okay? Biz onda necə bir şey eləyə bilərik? Prosta necəsə bu ədədləri üçün fərqləndirmək lazımdır. Yəni 5 8 falan onları fərqləndirmək lazımdır. Orada bir dənə məsəl üçün pair saxlamaq olar. Yəni belə bir şey eləmək olar. Pair-lə saxlaya bilərik. Tutaq ki 5 8-i belə saxlaya bilərik. 5 1 pairi, 5 1 pairi göstərsin ki, 5-ci vaxtda bir dənə adam gəlib. Bir də 8 -1 pairi. Sözün belə saxlayaq. 8 vaxtında bir dənə adam gedib, çıxıb. Okay, hansı ki məntiqli də bu, 5-də gələcək, 8-də çıxacaq. İndi bütün bu bizə verilən ədədlərin hamısını bu tip pairlərə çevirsək 2 1 sonra 4 -1 3 1 9 -1. Okay, bizim əlimizdə çoxlu belə ədədlər olacaq. Sonra da biz bu ədədləri sort eləyə bilərik və soldan sağa doğru gedib
prosta prosesləyə bilərik də. Nə vaxt ki 1 görsəm, adamların sayı 1 vahid artacaq. Nə vaxt ki -1 görsəm, adamların sayı 1 vahid azalacaq və hər dəfədə biz prosta adamların sayını cavabımızla max deyə bilərik. Sə, hər yolu belə bir şey olacaq. Təşəkkür. Bunları sort eləyəcəyik. Sort eləyəndə necə bir şey olur? 3 birinci gələcək 2 1. Çünki o daha kiçikdir də 2 burada, hə? 2 1, sonra 3 1, sonra 4 -1, 5 1. Ay. 8 -1, 9 -1. Sort eləyəndən sonra belə bir şey olacaq. Sonra biz proses soldan sağa gedib, bir də count'umuz olacaq. Soldan sağa gedib proses deyəcəyik. Məsələn 2 1 gördüm. Okay, burada deməli bir dənə adam gəlib, 1 olur. Sonra 3 1 gördüm. Okay, burada bir dənə də adam gəlib. Burada count olacaq 2. Cavabı da hər dəfə bu countla maxlayıram. Sonra 4 -1, okay, bir dənə adam azalıb burada. Olacaq count 1. Bir də adam təzə gəlib, olacaq 2. Bir adam gedib, olacaq 1. Bir adam gedib, olacaq 0. Hə, bu prosesdə də count'un maxını tapacaq. Bəli. Ben burada bu yere kadar geldiğimiz daire sizin yazıp sildiğiniz adıdır. Onlar ne böyle yapılacak ora? Bunların ən böyüyünü prosta yadda saxlayacağıq cavabımızda. Sonra onu çıxışa verəcəyik. Hə, yazacağıq. Hə. İndi hələ də belə bir şeydir. İndi kodunu yazsam, integerin. Bir də vector pair götürək. Birazdan. Okay, bu adam A vaxtına gəlib, B vaxtında gedib. V-yə bir dənə pushback eləyəcəm mən burada. A1-i. Sonra bir dəfə V-yə pushback eləyəcəm. B -1-i. Okay. Sonra sort eləyəcəm V-ni. Və sortlayanda bu birinci verilənlərə görə sort eləyəcək. Hansı ki, mənə lazım olmadı. Sonra mənim bir də count'um olacaq, bir də answer'ım olacaq. Sonra bir-bir bütün hamısının üstünə keçirəm. Burada v.size-a qədər getmək lazımdır. Bir-bir bütün o hesabladığım pairlərin üstünə keçirəm. Və şey deyə bilərsiniz burada, count'un üstünə birbaşa əslində, burada 1 -1 qoymağımın səbəbi də əslində odur ki, count'un üstünə birbaşa v.second-ı gələ bilərik. Yəni 1 olanda adam gəlir, orada 1 vahid artıracaq. -1 olanda adam çıxır, burada -1 gələcək üstünə və 1 vahid azaldacaq. Sonra answer-da prosta maximum of answer count eləmək olar. Axırda saat answer. Serenity yani ki count'da say. Aha. Samtiye. Bu arada bu həllin biraz da işləmə səbəbi odur ki, bütün bizə verilən gəlmə bir də getmə vaxtları hamısı fərqlidir. Fərqli olmasaydı biraz orada başqa cür yazmaq lazım idi. Bu qədər rahat olmurdu. Yenə də rahatdır, amma yəni bir nəysə o danışmaq biraz qəliz olacaq. Azca. Tamam. Belə indi keçək olsun məsələyə. P məsələsinə. P məsələsi yaxşı məsələdir. P məsələsinə deyir ki, bu arada eyni rangelərdən istifadə edə bilər. Sonra elə gəlir. Yox. Okay. Okay, P məsələsinə deyir ki, bizdə bir neçə kinolar var. Təzədən 59 kimi baxaq. 4, 5, 6, 7, 8, 9. Okay. Bəzi kinolar var. Kinoların vaxtları verilib. Tutaq ki, birinci kino başlayır 3-dən başlayır, 5-ə qədər gedir. İkinci kino 4-dən başlayıb 9-a qədər gedir. Üçüncü kino 5-dən başlayıb 8-ə qədər gedir. Və biz bir kinodan çıxan kimi digər kinoya da baxa bilirik. Bizim məqsəd prostam nədir? Olabildiyincə çox kinolara baxmaqdır. Məsəl üçün, bu example-da nə eləyə bilərik? Biz bu kinoya baxa bilərik. Bu kinoya baxanda gələcək axıra qədər. Okay, burada artıq kino qurtarır. Burada kinoya baxıb qurtaracaq. Və ondan sonra çıxıb bu kinoya baxa bilərik.
Əlbəttə bunlar kinoların başlama bir də qurtarma vaxtlarıdır əlbəttə kino teatrda. Hətta biz buna baxarıq, sonra bundan çıxıb buna baxarıq. Beləliklə 2 dənə kinoya baxmış olacaq. Və belə. İstəyirsə biraz da özümdən kinolar əlavə edeyim. Bu biraz kiçik test case oldu. Belə bir şey. Yaxşı. İndi burada sizcə hansı kinolara baxmaq daha məntiqli olur Greedy idi yəni. Burada yadımdadır, mən də ilk dəfə bu məsələyə fikirləşəndə yəni fərqli ideyalar prosta atırdım ortaya. Yəni məsəl üçün uzunluğuna görə sort edək bəlkə kinoları. Ən kiçik kinoya baxmağa çalışaq birinci. Sonra fikirləşirdim ən birinci başlayan kinoya baxmağa çalışaq. Belə fərqli ideyalar var idi, amma bunlar əslində tam işləmir heç biri. Burada işləyən ideya odur ki, Mən özüm fikrimdir. de. Belə ola bilər, baxın, deyək, ən çox deyək, kinolara baxaq da, nə qədər çox olsa, o qədər daha yaxşı. Deyək, birincidən başlayaq, sonra ikinciyə gedək, ikincidən sonra üçə çıxırıq. Birinci dediyin nədir? Birinci kino. Bu indi siz aşağıdakı ilk kinolara başlayan. İlk kino Bəli. başlayan bunlardır. Bu ikisindən biridir. Aşağıdakı. Aşağıdakı bunu deyirsən. Aha. Bəli. Okay. Ondan bu o qurtarır, sonra ikincisine keçir, o da qurtarır, sonra üçüncüyə keçir. Ya da ki, deyək, ən uzunluğuna baxırıq da, yuxarıdan orta, deyək, yuxarıdakindən orta ikincisine də deyək. Sən deyirsən ki, prosta başlanğıc vaxtlarına görə baxın. Elə deyirsən. Yox, nə qədər çox deyək, kinoya baxırıq da. Nə qədər uzun gedib kino, onlara baxaq. Yox, uzunluq yox. Nə qədər çox olub da. Deyək 3 dənə hindi kinoya baxırıq da. Hardan bilirsən, sən kinoya baxırsan, yəni necə işləyir o? Baxın, birinci başlayırıq, bu qurtarır, sonra ikincisinə gedirik də müəllim. Sonra ikincisi də qurtarır. Aha, Sonra yuxarıdakı ikincisinə də gedirik də. Sonra bildim buna baxdın, sən deyirsən sonra buna baxsan, sonra buna baxsan. Hə, yəni elədir burada cavab. Prosta sən o cavaba necə gəldin? Yəni o alqoritm nə oldu axırda? Alqoritm necə işləyir? Sən prosta dedin ki, okey, bu kinodan başlayıram. Niyə bu kinodan başlayıram? Bəlkə başqa kinodan başlayaq. Deyək, ən çox kino baxaq da deyək. Bildiyim məqsəd o da ən çox kinoya baxmaqdır. Məqsəd amma ki ən çox kinoya baxmaq məqsədi, yəni niyə görə sən bundan başlatdın ki? Yəni niyə görə bundan başladın? Hardan bilsən buna baxandan sonra daha çox kinoya baxasın? Onların hamısını demək biraz çətindir. Bir dənə baxaq. Şeyləri özümdən çəkəm burada bəlkə tam dəqiq deyil. Daşıb ortada bir dənə belə bir şey olsun. Belə bir kino olsun. Burada da bir dənə belə bir kino olsun. Hə. Tamam. İdeya budur ki, burada kinoları biz qurtarma vaxtlarına görə sort edək. Çünki bir kinoya baxanda fikir verirsinizsə, məsəl üçün bu kinoya baxdım lap. Mən birbaşa elə bir gedirəm bu kinonun axırına və bundan sonra bu kinonun axırından sonraki kinolara baxa biləcəm. Sanki vaxtda teleportlanıram bunun axırına da birbaşa. Və mən daha çox kinoya baxmaq istəyirəmsə, bildim də, mən nə qədər əvvəldə olsam, mən nə qədər vaxt baxımından daha əvvəldə olsam, o qədər də yaxşı olar. Necə görə? Çünki vaxt baxımından əvvəldə olmağım daha çox kinoya baxmaq potensialı yaradır məndə. Yəni mən daha yaxşı olar ki, bu vaxtda olum. Nəinki, nə bilim, bu vaxtda.
Çünki bu vaxtda olanda daha başqa bəlkə kinolara da baxa bildim, amma bu vaxtda olanda daha az kinolara baxa biləcəm. Yəni ki, daha az kinoya baxma potensialım olacaq. Məsəl üçün, mən əgər bu vaxtda olsam, mən bu kinoya baxa biləcəm. Amma bu vaxtda olsam bu kinoya baxa bilməyəcəm. Yəni vaxt baxımından nə qədər əvvəldə olsam, o qədər yaxşıdır. Və hansısa bir kinoya baxmaq mənə birbaşa həmin kinonun axırına atır da, hə? Ondan məntiqlə daha yaxşı olar ki, kino nə qədər tez qurtarsa, vaxt baxımından, yəni nə qədər əvvəldə qurtarsa kino, o qədər də yaxşı olardı ona baxmağım. Yəni o qədər əvvələ düşəcəm. Ona görə də mən bu kinoları qurtarma vaxtlarına görə sort eləyərəm. Bitmə vaxtlarına görə sort eləyərəm. Oy. Hə. Və o sıra ilə kinolara baxmağa çalışaram. Məsəl üçün nə olacaq? Birinci qurtaran kino nədir? Bu kinodur. Okay, birinci bu kinoya baxacağam. Okay, bu kinoya baxandan sonra keçirəm. Okay, indi bu kinoya baxdım. Mən bir dəqiqə bu vaxtdayam. Yaşılla işarələyim, gəlin, hansı vaxt olduğumu. Bir dəqiqə bu vaxtdayam. Okay. Sonra sorted sırada baxıram da kinolara. Tutaq ki, indi bu kinoya baxmağa çalışa bilərəm, amma görürəm ki, bu kinoya baxa bilməyəcəm. Çünki mən artıq bu vaxtdayam. Bu kinonun başlama vaxtı isə daha əvvəldədir. Bu kinoya baxa bilmirəm. Bu kinoya da bu kinoya baxa biləcəm. Çünki bu kinonun başlama vaxtı mənimkindən daha sonradır. Mənim hazırda olduğum vaxtdan daha sonradır. Ona görə deməli buna baxdım, buna da baxacağam. Və mənim artıq vaxtım gedəcək biraz əvvələ, daha sonraya daha doğrusu. Mən indi bu vaxtdayam. Yaşılla işarələyim. Sonrakı kinolara baxsaq, sonrakı sorted sırada gələn kino budur. Buna baxa bilmirəm, bunu ötürürəm. Sonra gəlir bu kino. Hə. Bu kinoya baxa bilirəm, çünki başlama vaxtı mənim hazırda olduğum vaxtdan daha sonradır. Deməli bu kinoya baxacağam. Okay. Baxandan sonra mən olacağam bu vaxtda. Sonra buna da baxa bilməyəcəm, sonra buna da baxa bilməyəcəm. Səni belə. Deməli kinoları prosta qurtarma vaxtlarına görə sort edirik və həmin sıranın baxmağa çalışırıq və count edirik. Belə. Belə bir greedy idea var. Və maraqlı məsələ idi. İndi yazanda necə yazacaq? İlk öncə ikincisinə görə sort eləmə teması var burada. İkincisinə görə sort necə eləyərik? Təzədən comparator ilə eləyə bilərik bunu. Məncə o yaxşıdır, educationaldır comparator ilə eləmək. Öyrənərsiniz comparator yazmağı elə. Deməli, bir də fikir verirsinizsə 2 ədəd saxlayıram da həmişə. 2 ədəd saxlamaq üçün mən burada pairdən istifadə edə bilərəm. Pair, int və təzədən pair nöqtə first, bir də v nöqtə second. Sonra sort v nöqtə begin, v nöqtə end. Amma ki, nəyə görə sortlayacağam? Şeylərə görə də, o ikinci ədədinə görə sortlamaq istəyirəm. Onun üçün artıq comparator yazmaq lazımdır. Çünki adi sort birinci ədədə görə sortlayacaq. Müəllim, dərs nə vaxt bitəcək? Necə? Dərs nə vaxt bitəcək? Nə vaxt bitəcək? Bir yana baxım, 10:32-dir. Burada əslində bir-iki sualda qalıb. Bölməyəcək ki, 11-də falan bitər. 11-də bitər. Yoxsa biraz gec başlamış. Okay, comparator. İndi comparatorda deməli bir dənə A vermişəm, bir də B vermişəm. Mən istəyirəm ki, bunun ikincisinə görə sort edeyim. Okay, nə vaxt A B-dən əvvəl gəlməyi okeydir? A-nın əgər second-ı daha kiçikdirsə B-nin second-ından. Deməli A-nın second-ı daha kiçikdirsə B-nin second-ından true qaytarmalıyıq. Əks halda false qaytarmalıyıq. Deməli birbaşa yaza bilərik burada return A.second kiçikdir B.second. Bu comparator. İndi okay, sort hissəsi bu qədər idi. İndi sortlayandan sonra bizim burada answer'ımız olsun. Neçə kinoya baxdığımız. Bir də hal-hazırki vaxtımızı da saxlayaq. Hal-hazırda hansı vaxtdayıq? Onu da sıfırdan başlaya bilərik. Çünki A, B burada. Vaxt yəni ki, time. Aha, time. Başlanğıcda deyək ki, tutaq ki, 0 time'ındayıq. Və bir-birində kinoların üstündən keçib baxa görək hansına baxa biləcəyik. Okay. Okay, indi ilk kinoma gəlib burada baxıram. Kinoyu ilk öncə çəkləməliyəm ki, baxa bilirəm yoxsa yox. Baxa bilirəmsə baxacam onsuz da greedy idea budur. Onsuz da sortlamışıq və baxa bilirəmsə baxacam.
Okay. İndi baxa bilməyim üçün gərək v.first daha böyük bərabər olsun mənim hal-hazırda olduğum vaxtdan. Yəni bu kinonun başlama vaxtı daha sonra olmalıdır ki, mən bu kinoya baxa bilim. Okay, və əgər belədirsə, onda baxıram prosta bu kinoya və answerımı bir vayda artırıram və hal-hazırda olduğum vaxtı dəyişdirirəm bu kinonun axırına. V.second. Çünki axıracan baxacam da kino və o time gedirəm avtomatik. Axırda set answer. Okay. İki. Biz də bunu submit eləyə bilərik. Okay. İştədir. Answer plus bərabərdir 1. O da olar, answer plus plus da olar. Kesinlikle answer plus bərabərdir 1 yazmışdım mən biraz. Qərbət, normalde answer plus plus yazırım prosta. Bir vayda artırmaq üçün. Tamam. Nəsə sualınız var? Tamam, onda keçək bir də növbəti suala. Stick links, bu da maraqlı məsələdir. Çox məncə önəmli məsələdir bu da. Deməli, qısası belə bir şeydir. Bizə ədədlər verir. Biz bir də özümüzdən ədəd seçəcəyik. Burada ədədin özünü istəyir, yoxsa cost istəyir, okey. Bir də özümüzdən ədəd seçəcəyik. Tutaq ki, ona x deyək. Bunu özümüz seçirik. Tutaq ki, mən x-i seçsin burada 5. Bir dənə x ədədi seçəndən sonra deməli bu x ədədinin costu var, deməli. Cost necə hesablanır? Prosta hər bir ədədin x ədədi ilə fərqlərinin cəmi. Bu bizim cost. Tutaq ki, məsələn, x ədədini 5 seçmişəmsə, tutaq ki, birinci ədəddən fərqi neçədir? 3-dür. Üstə gəlsə, ikinci ədəddən fərqi 2-dir. Bu ədəddən fərqi 4-dür. Bu ədəddən fərqi 0-dır. Bu ədəddən fərqi 3-dür. Bunları cəmləsək, eləyəcək 12. Deməli, x-i 5 seçməyin kostu olacaq. Mənim siz yəni elə yazmısınız. Fərqi 2 ilə 5 fərqi 3-dür, 3 ilə 5-in fərqi 2-dir. Elə. Hamısının fərqlərini yazmışam. Sonra cəmləmişəm. Bu bizim kostdur. Məsələn, x-i 5 seçməyin kostu bu qədərdir. Prosta bizə indi deyir ki, elə bir x seçək ki, cost minimum olsun. Məsələn, deyirsən, bu example-da x-i nəyə baxım, 2 seçmək minimallaşdırır. 2-yə də 3 seçməyə də. Fərq yoxdur. 2 də seçə bilərik desən, 3 də seçə bilərik. Yoxsa yox. Desən 2 seçməyə. Siz orada 2 rəqəm yazmışsınız. Elə. Çünki input elədir. Bizə verilən ədədlər elədir. Okay. X2 seçiləndə nə olur? Fərqləri hesablasaq, indi kostumuzu yəni hesablasaq x2 olanda 0 üstə gəlsin 1 üstə gəlsin 1 üstə gəlsin 3 üstə gəlsin 0. Kost ümumilikdə olur 5. Okay, və göstərmək olar ki, burada 5-dən daha kiçik bir şey ala bilmirik. Minimum kostumuz 5-dir. Cavab da 5-dir. Mənim, amma 3 ilə və 2 ilə fərq 1 olacaq və 2 ilə 3-ün fərqi də 1 olacaq. 3 ilə 2 ilə 1 fərqi olacaq, 2 ilə 3-ün də fərqi 1 olacaq. Yəni bu mən x ədədi seçirəm, onunla fərqləri tapıram da. Yəni burada 2 ilə 2-in fərqi 0, 2 ilə 3-ün fərqi 1, 2 ilə 1-in fərqi 1. Bu arada fərq dediyim şeydir. Hədə yəni çıxıb, yəni prosta çıxırıq absolute value götürürük budur yəni. Məsələn 3 çıx 2 yəni 1-dir. Və yaxud 2 çıx 3 kimi baxa bilər. Prosta absolute value götürməli. Yəni absolute nə deyirlər o modul. Modul bilmirəm birisi yox. Modulda məsələn 2 çıx 3 modulda məsələn 1 deyir. Yəni prosta müsbət ədədini götürürük burada. Müsbətini götürürük. Yəni o tip fərqdən söhbət gedir.
Okay, prosesdə yəni 2 ilə hamısını belə fərqini hesablayırıq. Sonra cəmləyirik bizim kostu. Kostu minimallaşdırmağımızı istəyir. Yaxşı. Okay, təzədən ilk ağlıza gələn şey burada prosta sort deyib baxmaq olmalıdır. Tutaq ki, sortlasaq 1, 2, 2, 3, 5. Okay. Burada indi elə bir x seçməliyim ki, kost minimum olsun. Burada bir neçə bəlkə bir hesabımız ola bilər. Bəlkə deyə bilərsiniz ki, x-i şey seçim, ədəd orta seçim falan. Amma əslində burada x-in optimal qiyməti nə olacaq? X-in optimal qiyməti median olacaq. Okay. Median nədir? Median prosta ortancıl ədəddir. Ortancıl ədəd. Əgər ortancıl 2 dənə ədəd varsa, fərq yoxdur. İkisindən birini də seçə bilərik. Okay, bu niyə görə belədir? Ortada 2 dənə ədəd olanda ədəd ortasını tapmırdılar. Hə, normalda elədir median. Amma burada prosta deyirəm ki, bu məsələ üçün fərqi yox. Yəni siz o aşağıda yazmısınız 1 2 3 1 2 2 3 5. O balaca azdan böyükə qədər sortlamadır. Adi sortdur, hə. Ha, prosta həm medianı götürür. Burada məsəl üçün medianı 2-dir, x-i 2 götürəcəyik. Amma soruşa bilərsiniz niyə görə medianı götürürük? Çünki yaxşı belə təsəvvür eləyə bilərsiniz ki, yaxşı burada biraz ədəd ilə belə izah edeyim. Necə görə medianı götürmək biraz optimaldır. 1 2 3 4 5. Burada bir dənə 2. Yəni median ortada dayanan rəqəmdir. Ha. Elədir. Tamam. Belə bir şeydir. Fərz edək ki, medianı götürməsək, mediandan daha böyük bir şey götürsək, məsələn burada 4 falan götürsək, x-imizi 4 falan götürsək, burada fikir verirsinizsə, mən x-i bir vaid sola çəkəndə, yəni medianı doğru çəkəndə nə olur? Okay, kimsə qaldırdı. Okay, yaxşı. Medianı doğru aparanda nə olur? Fikir verirsə, mən burada bir dənə elementdən uzaqlaşıram. Bir dənə elementlə fərqim artır. Amma mən burada 4 dənə element var ki, onlara doğru yaxınlaşıram. Okay, yəni 4 dənə elementlə fərqim azalır. Yəni burada nə oldu? Burada biri ilə fərqim artdı, yəni +1 oldu. Amma burada 4 dənəsinə yaxınlaşdım deyə cavabda -4 oldu. +1 -4 görürsə orada cavabım azaldı. Hani medianı seçməsəm, əgər mən mediana yəni fərqli bir şey seçsəm mediandan, mən həmin ədədi mediana doğru bir vahid belə hərəkətləndirsəm, mənim cavabım azalacaq. Okay? Və belə çıxır ki, görünür ki, axırda mediana gələndə də artıq cavab dəyişməyən sol-sağa aparsam belə. Yəni buna görə də median cavab olur. Yəni prosta x-i median seçməliyəm. O daha optimaldır. Çünki median seçməsəm, mediana doğru yaxınlaşdıraraq cavabı azalda bilirəm. Onda da bu deməkdir ki, median seçməsəm minimum olmayacaq da. Hə. Okay. Və 2 dənə vəbşə olsa ədəd, tutaq ki bir dənə də burada 6 var idi. Tutaq ki, məsəl üçün belə olanda bir dənə də burada 7 olsun lap. Hə. Tutaq ki, burada bir dənə ədədlərimiz arasında bir dənə 6 da var, bir də 7 də var. Yəni fərz edin. Belə olanda 2 dənə median var bizdə. Yoxsa yox. Yaxşı bir dənə də 7-dən bir dənə var. Yəni fərz edək. Hə, tutaq ki, məsələn belə eləsək, 2 dənə burada median var, ya 3 var, ya da 5 var da. Hə, fikir versə burada əslində 3 ilə 5-in arasında istənilən ədədi götürmək okeydir. Yəni 3, 4, 5 üçünü götürə bilərəm burada x-i. Fərqi yoxdur. Prosta bu da deyim, yəni əgər 2 dənə medianımız varsa belə, yəni orada cüt sayda ədədlərin sayı, onda o ikisinin arasında istənilən götürmək okeydir. Çünki fikir verirsə, bu medianın içərisində olanda, tutaq ki, x ədədimi burada seçmişəmsə, içərisində bir şey seçmişəmsə, bunu bir vaid sola aparsam belə, tutaq ki, burada 4 dənə elementdən uzaqlaşıram, amma 4 dənə elementə də yaxınlaşıram. Cavab dəyişmir. Yəni medianın içərisində belə hərəkətləmək sola-sağa heç vaxt dəyişməyəcək. Ona görə istəniləni götürə bilərəm. Okay. Bizdə fərq yoxdur, ona görə prosta kiçiyini götürə bilərik. Məsələn. Ondan sonra prosta bir dənə kostu hesablamaq lazımdır. İndi CSS-ə baxsaq, summation-a.
Ne yapacağım ben burada? Ama brute force istemişim deyəsən. Okey. Bu da aslında güzel değilmiş brute force demek. Tamam. Şimdi ne oldu? Komparatorda sileyim. Bu yani ki true veya false idi. Burada bu sefer array'e yazdım. Array'i de böyle sortlamaq olur da. Array bir də array plus bu hamısını sortlayacaq. Okey. Prosta medianı götürürəm. Yəni x array m bölü 2 olacaq. Bir də prosta bunu dəqiqləşdirəm. Array m bölü 2-dir yoxsa fərqli bir şeydir. Tutaq ki 3 dənə ədədim varsa, burada nə tapacaq? 3 bölü 2 birinci indeks tapacaq. Düz tapır. Okay. Və cüt sayda ədəd olsa, tutaq ki 4 dənə ədəd varsa, orada ikinci indeks tapacaq. Yəni daha böyüyünü götürəcək. O da problem deyil. Yəni okeydir x ilə götürmək. Yəni cüt sayda element varsa, medianlar arasında daha böyük medianı götürəcək. Amma dediyim kimi problem deyil. Prosta indi də cavabı hesablayıram da. Bütün hamısını üstündən keçirəm və ansının üstünə prosta gələcəm. X ilə bu array i-nin fərqi. Prosta modulda. Burada absolute function var burada. Yəni x array mənfidirsə, bu özü müsbətə çevirir. Okay. Start answer. Abısı yani ki absolute. Absolute. Yaxşı, burada biraz daha qəliz suallar qaldı əslində, amma olsun. Sonra bir də şeye baxmaq olar bəlkə task and deadlines. Bu da bəlkə öz fikirləşə bilərsiniz. Task and deadlines. Müəllim də sınava vaxtı bitəcək. İndilərdə bitir. Yəni fikirləşirəm bu suala baxaq yoxsa yox. Məncə ki öz fikirləşə bilərsiniz burada task and deadlines. Sən buna oxşar suallara baxdıq. Movie festivals, ticklinks. Bir də biraz fikirləşsəz taparsınız. Nəyə görə yəni sort etmək lazım burada. Tamam. Yaxşı, onda bitirək. Biz çox suala baxdıq.